Herkese salamlar. Kanalıma və videoma xoş gəlmisiniz. Bu mənim ilk videomdur, ona görə çox həyəcanlıyam. İlk olaraq qısaca belə başlayayım. Adım Aleksadır, 23 yaşındayım və bu mənim ilk Azərbaycan dilindəki Toka Life videomdur. Ümumiyyətlə, məncə Azərbaycan dilində Toka Life videosu yoxdur. Yəni bir çox videolar türk dilindədir. Azərbaycanlı Tokatuber olsa belə türk dilində videolar hazırlayır. Buna görə də düşündüm ki, bu işi mən üstlənim. Yəni bu dəqiqə o qədər həyəcanlıyam ki, gülməyim gəlir yəni. Çünki mən hər şeyi ertələyən bir insanam. Buna görə də bunu da uzun bir müddət ertələdim və sonunda gəlib başlaya bilirəm bu işə. Yəni qısaca demək, necə demək lazımdır bilmirəm, amma bugün sizlərə ev turu çəkirik. İlk video olduğu üçün arxadan səslər gələ bilər və yaxud da mən bəzi sözləri səhv tələffüz edə bilərəm. Bunu da çox, necə deyim, buna çox ilişməyin. Yəni, ola bilər bu ilk videodur. İlk videonun məncə eybi olmaz. Başlayaq. Burada girişimizdən başlamaq istəyirəm. Girişdə belə bir xalça var, qırmızı rəngdə. Əslində bu tünd qırmızıdır və evin hər yerində girişlərdə özəlliklə də belə xalçalar var. Bu xalçanı mən bir dekorativ mağazadan almışam. Daha doğrusu dekorativ şeylər satılan bir mağazadan almışam. Çox böyükdür və həqiqətən bu cür şeylər çox var deyim. Ona görə yəni bir girdim çıxa bilmədim və gözümün gördüyü hər şeyi almışam. Ona görə də evin hər yerində belə xalçalar və pərdələr var. Eyni zamanda işıqlar da çoxdur. Bunların hamısı yəni mənim problemim deyil. Mağazaya girdim və çıxa bilmədim. Nəysə. Daha sonra bura gəlirik. Burada belə bir işığımız var. Yəni bir informasiya verim, çox lazımsız olsa belə. Mən sarı işıq heç sevmirəm, amma bu işıq da yəni sarı işıqdır. Yəni ağ işıqları sarı işıqlardan üstün tuturam deyə bilərəm. Mənasız bir infoydu, nəysə. Ona görə də əslində almaq istəmirdim, amma bu çox görüntü olaraq çox xoşuma gəldi, yəni. Ona görə də almaq qərarına gəldim. Burada gölümüz var. Daha doğrusu evimizin arxa həyəti gölə baxır. Buna görə də burada gölümüz var, yəni göl mənzərəsi. Elə böyük bir göl deyil, lakin yəni də gözəl bir görüntü açılır. Burada qapımız əslində pəncərədəndir və şüşədəndir və çox ağırdır. Ona görə də əslində ilk başda bu əllə açılıb bağlanırdı. Sonradan yəni çox ağır olduğuna görə və mən hər dəfə bunu belə açıb bağlaya bilməyəcəyimə görə belə bir mexanizm quraşdırdıq. Yəni bu daha asandır və eyni zamanda məncə daha praktikdir. Burada yenə belə bir pərdəmiz var və mən bu pərdəyə də bayıldım. Çox gözəl görsənir və bir də yəni bu əslində necə deyim, istifadə üçün deyil də daha çox dekorativdir və məncə çox gözəldir. Burada üstdə bu görmüş olduğunuz burada üstdə bu görmüş olduğunuz qapının şeyləri var, yəni düymələri var. Nə bilim, açıb bağlamaq üçün falan. Yenə girdim pərdəyə. Bunu bağlayaq. Nəysə qırdım, nəysə. Davam edirik. Həyəcanlıyım. Davam edirik. Burada yenə sarı işığımız var. Dekorativ bir işıqdır. Amma yenə dediyim kimi ağ işıq tapa bilmədim. Bunun ağı yox idi, yenə sarısı var idi və sarısını aldım. Çünki çox gözəl görsənirdi. Bu görmüş olduğunuz odunları evdə istifadə edə biləcəyim heç bir yer yoxdur. Yəni şöminəm yoxdur məsələn, amma bunu sadəcə dekorativ olaraq qoymuşam və istifadə eləmirəm. Sonra burada da bir işığımız var və ən üstdə pişiklərlə bağımı mənə yada salacaq belə bir saatımız var. İndi sizə yenə çox önəmli bir info verəcəm. Mən bu saatları, yəni klassik saatları oxuya bilmirəm. Ümumiyyətlə, yəni bu çox lazımlı bir infodur. Ona görə bu dekor üçün qalıb ya da evə kimsə gələndə o oxuya bilər. Mən bu klassik saatlarla yəni heç cür baş eləyə bilmirəm. Yəni heç nə bilmirəm də bunun haqqında. Davam eləyək. Deməli, burada belə bir divanımız var. Bu əslində normal, belə sadə divanlardan deyil. Yəni evin heç bir yerində həmin o bildiyimiz divanlardan yoxdur, standart olanlarından. Çünki məncə həm çox böyükdür, həm çox yer tutur və mən rahatlıqdan yanayam daha çox. Və buna görə də belə döşək kimi olanlarından almışam.
Bunlar yenə çox rahatdır və eyni zamanda bunlarda yatmaq da olur. Yəni çox rahatlıqla yataq kimi də istifadə edə bilərsiniz. Əgər evdə yeriniz azsa bu çox istifadəyə uyğundur məncə. Burada yenə bir işığımız var. Təbii ki də sarı işıqdır. Və bir də mən bu mağazaya girəndə ilk gördüyüm şeyi göstərəcəm. İndi sizə bu görmüş olduğunuz xalça. Yəni həqiqətən bayıldım buna. Mükəmməl görsənir və məncə İlanlı olması bir tərəfə həqiqətən çox gözəldir və bu əl işidir. Yəni bu necə deyim, əl işi olduğuna görə normalda qiyməti bir qədər daha baha olur, amma mağazada qiymətlər həqiqətən münasib idi. Buna görə də almaq qərarı verdim. Yəni buna görə evin hər yerində dediyim kimi bir çox xalça var. Öncelikle bir şey demek istiyorum. Oyunum çok donuk, yani hadsiz donuk ve bunu hissedeceğiniz noktaları mümkün kadar azaltmaya çalışıyorum. Çünkü oyunu APK sürüm olarak yüklemişim ve oyunu yüklediğim sürüm yani hakikaten o kadar donuk. Çekse benlik bir problem değil ya da telefonluk bir problem de değil. Direkt yani oyun özü donur ve ben fazla yüklemiştim, orada benim problem var. Ama ben bunu değiştirebilmiyorum. Oyunu nasıl bilmiyorum çünkü evin eşyaları vesaire hamsını güzel vurmuşum. Yani ona göre bu probleme çok takılmayayım. Davam eləyək. Burada belə bir stolumuz var və mətbəximiz var. Deməli, mətbəxdə də yenə çox balaca olduğuna görə mümkün qədər az yer israf etmişəm. Yəni ən azından belə düşünürəm. Burada görmüş olduğunuz kimi bir jalüzümüz var. Normalda mətbəxdə də pərdə istifadə edirlər, amma mən yenə buna da qarşıyam. Çünki məncə jalüz daha praktikdir. Ona görə belə bir jalüzümüz var. Burada dolabımız var, ocaq və s. Burada belə rəflər qoymuşam. Bunlar da yenə çox məncə gözəl görsənir. Eyni zamanda da çox istifadəyə uyğundur yəni. Bir də burada belə bir masa var. Bunu da niyə olduğunu deyim. Əslində bu kiçik belə bir masadır. Bunu qoymaq səbəbim də şeydir. Dediyim kimi yenə mətbəx çox balaca idi və yəni ona görə də mən belə çay, kofe və s. içməyi çox sevən bir insanam. Və çay və kofe çox içdiyimə görə kofe aparatını qoymağa bir yer lazım idi. Ona görə mən də bu masanı aldım. Yəni bu kiçik masanın üstünə kofe aparatını, fincanları və s. qoyacağam. Ona görə məncə gözəl olur. Davam eləyək. Burada da stolumuz var və üstünə də belə kiçik bir lalə qoymuşam və lalələri çox sevirəm. Ona görə belə bir lalə qoymaq istədim. İndi isə keçək ikinci qata. Gəldik. Keçək ikinci qatımıza. Burada əslində burada bir xalça almışdım. Yəni evin klassik xalçalarından bir dənəsini burada almışdım. Amma bir problem oldu. Mən o xalçanın üstünə qızğın yağ tökdüm. Yəni bunu necə bacardım bilmirəm özümdə, amma tökdüm. Ona görə o xalça məhv oldu. Yəni istifadə edə bilmədim. Ona görə bura belə boşdur. Burada yenə evin hər yerinə qoyduğum bitkilərdən var. Bu bitkini də mağazadan almışam. Yəni ümumiyyətlə o qədər bitki almışam ki, qoymağa yer tapmadım. Yəni ona görə evin hər yerində bitkilər var. Burada belə bir bitkimiz var. Bu arada pişiklidir. Daha doğrusu əslində Pushen temalıdır və yəni çox qəşəngdir. Davam edirik. Burada belə bir xalçamız var yenə. Bunu əslində normalda aşağı birinci mərtəbədəki salona qoymaq düşünürdüm. Amma sonra fikrimdən vaz keçdim çünki məncə burada daha gözəl oturdu, yəni və çox gözəldir. Deməli burada əslində balkon kimi bir yerdir, amma pəncərə var və ona görə də burada arxa tərəfdən həyətə baxır. Belə davam eləyək. Bura paltar yuyan yer. Neysə, bura təmizlik otağıdır deyə bilərəm qısaca və bura niyə belə qara temalıdır deyə bilərsiniz, bunu düşünə bilərsiniz. Çünki yəni demək olar ki, otağın hər yeri qara temalıdır. Bunun da səbəbini deyim. İlk olaraq paltaryuyan maşın qara rəngidir. Yəni daha doğrusu detalları qara rəngi olan bir paltaryuyan maşını idi. Və bunu əvvəlki evimdən gətirmişdim bura. Daha sonrasında yanıma bu detalları ilə, yəni metalı qara rəngidir və onunla uyğun belə bir asılqan aldım. Sonra artıq necə deyim, üstünə də bu rəfi aldım və s. Və belə getdikcə gördüm ki, qara temalı olmağa başladı otaq və mən də dedim ki, bunu direkt mən də qara temasına tamamlayım. Ona görə belə o mağazadan yenə qara işıqlardan aldım. Bu da sarı işıqdır. Nəysə. Bir də belə xalça var. Ürəkli, qara rəng ürək.
Bu isə şamdır, amma niyə yerdə durur deyə soruşa bilərsiniz. Təbii ki də evi yandırmaq kimi bir fikrim yoxdur. Sadəcə bunun yerdə durmağının yeganə səbəbi bunu yerə qoymuşam. Çünki bunu mən daha çox belə o heykəllər olur, kafatası heykəlləri, onun kimi istifadə etmək istəyirəm. Yəni şam kimi yandırmıram bunu. Ona görə bura qoymuşam belə. Həm də rəng olaraq da bu otaqla çox uyumlu idi. Belə, burada da belə bir aynamız var. Keçək hamamımıza. Hamam otağında əslində yenə qara temalar hökm sürür, amma bu otağı bəyəndim yəni. Burada belə bir küvetimiz var və yanında da məhsulları qoymaq üçün şampun, sabun və s. Onları qoymaq üçün belə kiçik dəsti var, yəni bu dəstin özündə var idi. Altına da yenə belə bir xalça sərmişəm. Bu da necə deyim, klassik xalçalardan deyil. Suyu üstünə hopdurur və beləliklə də islanmır. Ona görə yaxşıdır yəni. Nəysə, burada zibil qabımız var. Kirli səbətimiz var. Burada isə bu görmüş olduğumuz şey həyat qurtarıcıdır. Qısaca deyə bilərəm. Çünki yəni bu ümumiyyətlə otaqlardakı və s. təmizlik vasitələrini qoymağa yer olmur ümumiyyətlə və buna görə də bu dolabı istifadə edə bilərəm. Üstünə isə özüm belə kiçik orqanizərlər almışam. Yəni bunlara doldura bilirik, çox gözəldir. Sonra burada yenə oyunum donur, bir dəqiqə. Sonra burada görmüş olduğunuz kimi belə bir işığımız var. Bu işıq da qara rəngdədir və əslində mən bu işığı ilk olaraq uyumlu olsun deyə bayaq girdiyimiz o qara temalı otağı almışdım. Sonrasında gördüm ki o ürəkli şeylər burada daha gözəldir. O ürəkli şeylər də əvvəlki evimdən gətirmişdim. Ona görə bunu da hamam otağına qoymağa qərar verdim. Burada əl üz yuyan yerimiz var. Və belə elektrikli bir salfet qabımız var. Nəysə, burada da mənim ömürlük, mən bunu artıq ömürlük, necə deyim, aynam deyirəm. Yəni mən bundan ömürlük yaşayacağam. Mənlə bir yerdədir ölənə qədər. Səbəbini də qısaca açıqlayım. Yəni çox önəmli bir infodur, amma bu məndən 6 ildir birlikdədir və mən 6 ildir bunu istifadə edirəm və bundan artıq necə deyim, o qədər bezmişəm ki, amma ata bilmirəm çünki hər dəfə başına bir iş gəlir, necə oldu danışmaq istəyirəm. Deməli bu evə köçəndə istədim ki, buraya yeni bir ayna alım. Ona görə internetdən bir ayna sifariş verdim. Lakin gələnə qədər o ayna yolda qırılıb. Nəysə, sonra dedim, yox, bunu asmağa davam edeyim, yəni hələlik bunu asım. Sonra gedib mağazadan bir ayna aldım, həmin bu dekorativ məhsullar satılan mağazadan. O aynanı yolda gətirəndə özüm qırdım. Nəysə, sonunda da artıq dedim ki, səndən bugündən sən mənim ömür yoldaşım. Nəysə, qısaca bu ayna artıq mənləndir. Yəni mən bunu heç bir şəkildə atmamağa ya da dəyişdirməməyə qərar verdim. Özü qırılana qədər davam eləyəcək. Hətta bunun bir dəfə çərçivəsi qırılmışdı. Daha sonrasında mən yeni çərçivə almışdım. Nəysə, dediyim kimi mən bu ayna ilə ömürlük davam edirəm. Çünki nə zaman mən bu aynanı dəyişdirmək istəsəm, lazımsız xərcə girirəm. Yəni yeni ayna alıram, qırılır və s. Yəni hər dəfə mənim pulum batır, olan pulum olur. Nəysə, yenə boş-boş danışdım. Keçək 3-cü qata. Və gəldik mənim otağıma. Deməli, mənim otağımda normalda yerdə istifadə elədiyim parketlərdən istifadə eləməmişəm. Bunlar daha tünd rəngdədir və otağımla daha uyumlu olduğunu düşündüm. Əslində əvvəlki evdəki otağımdakı parketlərlə eyni rəngdə parket seçmişdim. Sonra qərarımı dəyişdim və bu tünd rəngdəkilərə qərar verdim. Çünki məncə daha gözəldilər. Otağım 3-cü mərtəbədədir, yəni teras qatındadır. Türklər demişkən çatı qatındadır və ona görə də burada yer çox azdır və bir də üstünü-üstlük balkonum var. Ona görə də dedim ki, bura mənim otağım olmalıdır və oldu. İlk olaraq dolabımdan başlayayım. Dolabımın içi boşdur. Ümumiyyətlə evdəki hər bir dolabın içi boşdur. Səbəb, çünki mən elə tam olaraq yerləşməmişəm.
Daha sonra burada makyaj masam var. Bunun da içi boştu. Bu ışıklıdır ve yine sarı ışık. Sonra kompüterim var. Ve burada böyle bir şey almışam. Ben buna bayıldım. Çok güzel idi. Burada sadece yatağımı değiştirmişəm ve bir de bu görmüş olduğunuz tumbanı almışam. Onun dışında her şey yani evvelki evimden getirmişəm. Deməli burada da böyle bir tablom var, çiçekli. Bu evdeki en sevdiğim tablo oldu. Hatta bir iki tane daha tablom var idi ama yani bunu seçip vurdum çünkü çok güzel görsənir. Bir de böyle bantikli bir şamım var ama bu bildiğiniz şamlardan değil, yani elektrikli istifadə olunur. Belə. Neyse. Elim değir dəqiqədə bunu. Neyse, burada da yatağım var ve yine altına böyle bir xalça almışam. Yani burada yatağımın üstüne çəhrayı temasında yastıklarım falan var. Yukarıda iki tane ışığım var ve yine sizi yanıltmıram, sarı ışıqdır ikisi de. Ama yani bu evdeki tek ağ ışığı da tapabildim. Bu görmüş olduğunuz bəzək ışıqları ağ renkdədir. Bir de son olarak balkonumuz var. Balkonumuz da əslində balacaydı ama burada da bu qara temalı otaqdakı xalçamızdan var. Və mən balkonlarda normalda o yelənçəkləri və s. çox sevirəm. Ama bu balkonum balacaydı. Eyni zamanda yani o yelənçəklər də çox bahalıydı deyə belə iki dənə sadə koltuq, bir də masa koydum. Belə. Bu şekildeydi ev turumuz. Yani umarım inşallah ki beğenmişsinizdir. Videomuzun burada sonuna gelirik. Kanalıma like atıp abone olmağı ve bildirimleri açıp yeni videolardan haberdar olmağı unutmayın. Sizleri sevirəm. Hələlik.